Değerli yurtseverler, məlumat verdiyimiz kimi Tatar Qaraqoyunlu Qiyaslı İcmas Təşkilat Komitəsinin qərarına əsasən 8-i Zəfər günü ilə əlaqədar və 9-u Bayraq günü ilə əlaqədar demək bu günlərə şərəfinə həm də şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş Zəngəzur bölgəmizi ziyarətə çıxmışdıq və həmin qərarı yerinə yetiririk. Hal-hazırda Zəngilan rayonunun girişindəyik və burada xatirə şəkili çəkdirərək indi rayona daxil olacağıq. Tədbirimiz davam edir. Bu yöndə sizlərə geniş məlumat verəcəyik. Zəfər günü və bayraq günləri ilə əlaqədar bayram şərəfinə, bu günlər şərəfinə, eləcə də şəhidlərimizin əziz xatirəsinə həsr etdiyimiz Zəngəzur bölgəmizi ziyarəti davam etdiririk. Hal-hazırda qeyd etdiyimiz kimi Zəngilan rayonunun giriş hissəsindəyik. İndi birazdan rayonun mərkəzinə daxil olub, oradan da ziyarətimiz barədə diqqətinizə məlumatları çatdıracaq. Sağ olun, bir daha ziyarətimiz davam edir və yolumuza davam. Değerli yurtseverler, məlumat verdiyimiz kimi Tatar Qaraqoyunlu Qiyaslı icması Zəfər günü və Bayraq günü ilə əlaqədar Zəfər və Bayraq günləri şərəfinə, eləcə də şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi Zəngəzur bölgəmizi ziyarət tədbiri davam edir. Hal-hazırda Zəngilan rayonunun Şəhidlər Xiyabanındayıq. Qeyd etdiyimiz kimi şəhidlərimizin şərəfinə, bu ruhların şərəfinə belə deyək ki, bu ziyarət tədbirimiz davam edir. Nümayəndə heyəti birazdan Şəhidlər Xiyabanını ziyarət edəcək. İndi isə nümayəndə heyəti bir-iki kəlmə təəssüratlarını bildirərlər səfər haqqında və buradan Tatar Qaraqoyunlu Qiyaslı İcması adından bütün xalqımızı bu bayramlar günü münasibətilə təbrik edirik, uğurlar arzulayırıq. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Ali Baş Komandanın qətiyyətli qərarından sonra hakimiyyətin, xalqın, ordunun, bütün ictimai-siyasi təşkilatların birliyi sayəsində bu qələbə əldə olunub, bu sevinci yaşayırıq. Sevinciniz əbədi olsun, bayramınız mübarək olsun, Tatar Qaraqoyunlu Qiyaslı İcması adından. İndi isə nümayəndə heyətləri öz təəssüratlarını bölüşsünlər. Dilavər bəy, buyurun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bütün elimizin, xalqımızın bayramı mübarək olsun. Elşən bəy. Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Nazım bəy. Allah şəhidlərimizə rəhmət eləsin. Allah şəhidlərimizə şəhidlər ölməz, vətən bölünməz. Yəni şəhidlərin xatirəsi həmişə bizim xatirimizdədir. Bayramımız mübarək olsun. Xəqani bəy. Allah şəhidlərimizə rəhmət eləsin. Həqiqətən də bu 2 günlük bizim bu Zəngilana, Qubadlıya gəlməyimiz, şəhidlər ziyarət eləməyimiz çox təqdirə layiqdir. Zahir bəy. Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Var olun ki, gəlmişik, ziyarət eləmişik. Kemal bəy. Bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Orus Allah bəy. şəhidlərimizə rəhmət eləsin, millətimizi də bu bayram münasibəti təbrik edirəm. Bir daha şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, vətən müharibəsi iştirakçılarına uğurlar arzulayırıq. İndi isə Tatar Qaraqoyunlu Qiyaslı İcması nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarətə başlayır. Gedim. Tatar Qaraqoyunlu Qiyaslı İcmasının nümayəndə heyəti Zəngilan rayonunda Şəhidlər Xiyabanı ziyarətdədir. Qeyd etdiyimiz kimi Tatar Qaraqoyunlu Qiyaslı İcması Zəfər günü və eləcə də Bayraq günü
günlərinə həsr edilmiş ziyarət tədbiri Zəngəzur bölməmizin, həmçinin qeyd etdiyimiz kimi şəhidlərimizin xatirəsinə həsr edilən bu ziyarət tədbiridir. Bu şəhidlərimizin anası bizim kənddən. Kimdir? Rozan oğlu. Rozan. Nümayəndə heyətimiz Tatar Qaraqoyunlu Qiyaslı icmasının nümayəndə heyəti qeyd etdiyimiz kimi Zəngilan rayonunda Şəhidlər Xiyabanını ziyarətdədir və məlumat verdiyimiz kimi bu ziyarət tədbirimiz həm də şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Zəfər günü, bayraq günü və şəhidlərimizin şərəfinə və şəhidlərimizin əziz xatirəsinə həsr etdiyimiz Zəngəzur bölgəsini ziyarət tədbiri Tatar Qaraqoyunlu Qiyaslı icması tərəfindən həyata keçirilir və hal-hazırda nümayəndə heyətimiz Şəhidlər Xiyabanını ziyarət edirlər. Qeyd etdiyimiz kimi nümayəndə heyətimiz Şəhidlər Xiyabanını ziyarətdədir. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa diləyirik. Vətən müharibəsi iştirakçılarına da sağlıq və uğurlar. Bir daha Tatar Qaraqoyunlu Qiyaslı icması adından bütün xalqımızı bu əlamətlər günlər, bayraq, zəfər günü, bayraq günü münasibətilə, bu bayramlar münasibətilə təbrik edirik. Belə sevincli günlərimizi, əlamətlər günlərimizi arzu edirik ki, tezliklə bu doğma yurtlarımızda bərpa və quruculuq işləri sona yetsin. Necə ki, sürətlə gedir, inanırıq ki, bu tezliklə başa çatar və belə əlamətlər günləri gəlib doğma yurdumuzda qeyd edə bilərik. Bir daha bayramınız mübarək olsun. Azərbaycanımız var olsun. Azərbaycan-Türkiyə birliyi, qardaşlığı əbədi olsun. Bütün tarixi haqlarımızın qaytarılmasında yardımcı olsunlar. Bütün Türk xalqları, dövlətləri, belə də Türk birliyi, demək Türk Dövlətlər Təşkilatları Birliyi də nə ki Türk millətinin arzusu var, həyata keçməsində inanırıq ki, yardımcımız olacaqlar. Bir daha bayramlarımız mübarək, diqqətinizə görə sağ olun. Bayramlarımız mübarək. Dəyərli yurtsevərlər, qeyd etdiyimiz kimi Tatar Qaraqoyunlu Qiyaslı icmasının nümayəndə heyəti 8 noyabr Zəfər günü və 9 noyabr bayraq günü ilə əlaqədar Zəngəzur bölgəsini ziyarətə çıxmışdır. Ziyarət Zəfər günü və bayraq günləri şərəfinə, eləcə də əziz şəhidlərimizin xatirəsinə həsr olunmuş ziyarət tədbiridir. Hal-hazırda ziyarət nümayəndə heyətimiz Genlik Malakeşin icmasının təşkil etdiyi həmin kənddən olan şəhidlərin hazırladığı xatirə lövhəsi qarşısındadır və buradan Genlik Malakeşin kəndlərində də şəhidlərimizi, bizə də doğma olan o kəndləri ziyarətə gedəcəyik. Hal-hazırda nümayəndə heyətimiz həmin hazırlanmış, qeyd etdiyimiz kimi Genlik Malakeşin icmasının hazırladığı şəhidlərin xatirə lövhəsi qarşısındadır və ziyarət haqqında təəssüratların bölüşəcəklər. Zaur bəy, eşidirik. Allah rəhmət eləsin şəhidlərimizə. Orus bəy. Allah şəhidlərimizə rəhmət eləsin, məkanı cənnət olsun. Yerdə qalanlara can sağlığı. Allah rəhmət eləsin şəhidlər. Orus bəy, Elşən bəy, Xəqani bəy, Nazim bəy, Allah rəhmət eləsin şəhidlərimizə. Allah rəhmət eləsin. Kamal bəy,
Allah bütün şəhidlərimizə Dilavər rəhmət bəy. eləsin, qazilərimizə can sağlığı versin. Çox gözəl tədbirimiz davam edir. Qeyd etdiyimiz kimi nümayəndə heyət də qısa da olsa öz təəssüratlarını bildirdilər və bu tədbir qeyd etdiyimiz kimi bayram günlərinə və şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Hal-hazırda Genlik Malakeşin kəndlərinin girəcəyindəyik. Şəhidlərə hazırlanmış xatirə lövhəsi. Buradan bir daha Genlik Malakeşin icmasının üzvlərinə, eləcə də idarə heyətinə hamısına təşəkkür edirik ki, şəhidlərimizin xatirəsini bu cür uca tutub və belə qiymətləndiriblər, bu lövhəni hazırlayıblar. Tatar Qaraqoyunlu Qiyaslı icması adından bir daha Genlik Malakeşin icmasının hər bir üzvünə öz təşəkkürümüzü çatdırırıq. Hamımızın, eləcə də Azərbaycan xalqımızın təşkilatı icmamız adından, Tatar Qaraqoyunlu Qiyaslı icması adından Zəfər günü və bayraq günü ilə əlaqədar təbrik edir, sağlıq diləyirik. Belə əlamətlər günlərimizi o gün olsun ki, tam şəkildə bu yurdumuzda, bu doğma yerlərdə həyat bərpa olunsun. Buradan həmişə qeyd edək, belə sevinci yaşadaq. Bu sevinci də xalqımıza yaşadanların hər birinə icmamız adından bir daha təşəkkür edirik. Var olsun Azərbaycan, var olsun Azərbaycan xalqımız, var olsun Azərbaycan-Türkiyə qardaşlıq birliyi. Məhz o qardaşlığın sayəsində biz belə bir sevincli əlamətlər günləri bizə yaşamağa və eləcə də belə bir gündə bayram təbrikimizi xalqımıza çatdırmaq qismət olub. Var olsunlar hər bir əziyyəti keçən, bu yolda əziyyəti keçənlərə. Şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizə can sağlığı, vətən müharibəsi iştirakçılarına sağlıq və uğurlar diləyirik. Bir daha icmamız adından bütün xalqımıza bayram günlərində var olsun Azərbaycan, var olsun, bir daha deyirik, Azərbaycan-Türkiyə qardaşlığı, bayramlarımız mübarək olsun. Çox sağ olun. Bax, ora baxın amma. Ağır o tək ağacı görürsünüz. Bəli. Nazım, gəl. Ay Nazım. Tədbirimiz şəhidlərin əziz xatirə lövhəsinə gül təqdim qoyulmaqla davam edir. Tatar Qaraqoyunlu Qiyaslı icması 9 noyabr 2025-ci il. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirik. Var olsunlar. Canları, qanları hesabına biz bu sevincli günləri yaşayırıq. Ali Baş Komandan başda olmaqla da hər bir əziyyəti keçən, bu birliyi yaradan, bu 44 günlük müharibə ərəfəsində birlik nümayiş etdirən bütün xalqımıza, ordumuza, bütün ictimai təşkilatlara, hər bir əziyyəti olanlara qeyd etdiyimiz kimi Ali Baş Komandan başda olmaqla o qətiyyətli qərarı sayəsində bu sevincli günləri yaşayırıq. Bir daha bayramlarımız mübarək olsun. Dəyərli yurtsevərlər, bura elin, obanın, Zəngəzur bölgəsinin demək, ən mömin insanlarından olan Seyid Həsən ağanın evidir, həyətidir. Nümayəndə heyətimiz Tatar Qaraqoyunlu Qiyaslı icmasının nümayəndə heyəti özünə borc bilib, gəlib bu hörmətli elin, obanın mömin insanı olan Seyid Həsən ağanın evini və həyətini ziyarət eləyir. Tanrı, Cəddi Tanrı'nın izni ilə bu yurtlara qarşımızda yardımcımız olsun, qayıdışımızda və əziyyətlərimizin uğurlu nəticələnməsinə Cəddi elimizin, obamızın duası olaraq dedikli həmişə kömək olsun. Nümayəndə heyətimiz hal-hazırda
Zəngəzur bölgəmizin və eləcə də Respublikada tanınan mömin insanlarından olan Seyid Həsən ağanın evində. Bax belədir. Nankörlər buranı da bu günə qoyublar. Elə belə əməllərinin sayəsində Tanrı onları əbədi cəzalandıracaq. Və O Mirəva. Bu Seyid Həsən ağadır. Seyid Həsən bilirsən nə deyirlər? Yəni adı Həsəndir. Seyid Həsən ağadır. Seyid Həsən ağa deyirlər. Bildiniz? Hadi. Buradan nümayəndə heyətimiz ziyarətin başa çatdırır. Seyid Həsən ağanın evini ziyarət edərək və buradan Tanrıdan Seyid Həsən ağanın cəddi müqabilində dua edirlər ki, bütün Azərbaycan xalqımız o azad olunmuş yurt yuvalarından necə də didərgin düşənlər, məcburi köçkün düşənlər qayıtmağında cəddi yardımçımız olsun. Elin obanın diləyinə uyğun olaraq bu niyyəti də, bu duanı da edirik. Bütün o köçkünlərimiz, qaçqınlarımız adından cəddi yardımçımız olsun. O doğma yurtlarda bərpa edək yaşayışı. Bir daha. Qəbri nurla dolsun, ruhu şad olsun Seyidimizin. Cəddi yardımçımız olsun. Buradan bir daha bayramlarınızı təbrik edirik və arzulayırıq ki, Tanrıdan diləyirik ki, tezliklə yurtlarımıza qayıdıb, yaşayışımızı bərpa edib, əbədi sevincimizi orada bölüşək, nəsildən nəsilə, belə əlamətlər günlərimizi. Allah sənə rəhmət eləsin, əziz Seyid Həsən ağamız, qəbrin nurla dolsun, ruhun şad olsun. Amin. Dəyərli yurtsevərlər, dəyərli xalqımız, məlumat verdiyimiz kimi 8 noyabr 2025-ci il tarixdən Tatar Qaraqoyunlu qiyaslı icması Zəfər günü və 9-u bayraq günlərini şərəfinə, eləcə də şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi Zəngəzur bölgəmizi ziyarət tədbirini yekunlaşdırmaq üzrədir və bu haqda müəyyən məlumatlar vermişik. Azərbaycanımız var olsun, Tatar Qaraqoyunlu qiyaslı icması adından bütün xalqımızı bu işdə, bu əlamətlər gündə əziyyətli keçən hər bir kəsə, hər bir quruma, necə deyirlər, ordumuz, xalqımız başda olmaqla, eləcə də həmişə qeyd eləmişik, Ali Baş Komandanın qətiyyətli qərarı sayəsində bu birlik yarandı. 20-ci ildə 44 günlük müharibə nəticəsində belə sevincli əlamətlər günləri tarix haqlarımızı qaytararaq ərazilərimizi azad edib və belə sevincli günlərimizi doğma yurdumuzda qeyd etmək qismətimiz oldu. 8-ci Zəfər günü ilə əlaqədar nümayəndə heyəti səfərdə olsa da Bakıda keçirilən Zəfər paradını izləmiş və çox qürur hiss deyə bilərik ki, həqiqətən Azərbaycan xalqının necə güvənməyə, necə deyərlər, qürurlanmağa haqqı var. Bu haqqı qeyd elədiyimiz kimi xalqımızın, ordumuzun, hakimiyyətin, ictimai-siyasi təşkilatların birliyi sayəsində qazanmışıq. Qeyd etdiyimiz kimi ziyarət səfərimiz yekunlaşmaq üzrədir. İndi doğma yurtda Tatar Qaraqoyunlu qiyaslı kəndlərimizdə olan şəhidlərin xatirə lövhəsi qarşısında biz bu tədbiri yekunlaşdırırıq və buradan bir daha xalqımıza bayramlarımız mübarək olsun. Belə bayramları əbədi, necə deyirlər, qayıdıb yurdumuzda məskunlaşmaqla qeyd eləyək. Bugün bayraq günüdür. Şəhidlərimizin xatirə lövhəsi üzərində Azərbaycan-Türkiyə bayraqları dalğalanır. O bayraqların yan-yana olması sayəsində, o birliyin, o qardaşlığın birliyi sayəsində 44 günlük müharibədə o birliyin bəhrəsini gördük və uğurlu nəticələr əldə elədik.
İndi arzumuz odur ki, o birlik davam eləsin, eləcə də bizə dəstək olan Pakistan xalqına belə deyək ki, təşəkkürümüzü bildiririk. Və arzumuz odur ki, həmin o bayraqların yanında necə ki, mənəvi cəhətdən sahələrdə həmişə dəstəyimiz olublar. Bu görsənən bayraqlar da türk dilli xalqlar belə deyək, dövlətlərimizin bayraqlarıdır. Yan-yana durub Qazaxıstandır, Türkmenistandır, Qırğızıstandır, eləcə də Kipr, Pakistan bayrağıdır, Hunqarların bayrağıdır, Türkmenistan bayrağıdır dediyimiz kimi. Və bu bayraqlar yekunda, yəni zamanı gəlib, bu Turan Dövlətlər Təşkilatının ətrafında necə deyirlər, adı altında birləşirlər, yan-yana durublar və bu birlik əbədi olsun. O bayraqlar hamısı qeyd etdiyimiz kimi yuxarıda dalğalanan bayraqlarımızın yanında bu bayraqlarda birliyi nümayiş elətdirib Turan Dövlətlər Təşkilatlarının bu bayrağı altında birləşəndən sonra tarixi haqlarımızı bərpa edəcək və bu təkcə Azərbaycanın yox, bütün türk millətimizin sevincinə necə deyirlər, səbəb olacaq və o sevinci biz əbədi yaşayıb, həm də belə deyək ki, dünyada söz sahibliyi olacaq. Buna inamlıyıq. Bu 44 günlük müharibə nəticəsində, o əldə olunan uğurlar nəticəsində və həmişə də qeyd eləmişik ki, əgər Türk Dövlətlər Birliyi yaranarsa, bütün türklər bütün dinlərin daşıyıcıdır. Bu gələcəkdə dünya mənəvi dövlətində təməli ola bilər. O təməl üzərində qurulan dünya doğrudan da sülh, əmin, amanlıq şəraitində yaşayacaq. Bir daha Tatar Qaraqanlı Qiyaslı İcması adından bayramımız mübarək olsun, belə bayramımız əbədi olsun. İndi isə Təşkilat Komitəsinin nümayəndə heyəti hərəsi bir iki kəlmə təəssüratlarını bölüşsünlər. Azar bəy, buyurun. Bayramınız mübarək olsun, bayraq bayramımız. Müəllim demişkən, bütün bu bayraqlar hamısı bizimdir, bizim ürəyimizdir, canımızdır. Turan Təşkilatlar Birliyində biz birinciyik, birinci olacağıq. Mən fəxr edirəm ki, mən Azərbaycan vətəndaşıyam, mən fəxr edirəm ki, mən Türkəm. Nazım bəy. Səfər barədə demək olar ki, səfər gününə həsr etdiyimiz icmanın tədbiri yüksək qiymətləndirirəm. Hesablayıram ki, bayrama layiq bir tədbir keçirdik. Allah şəhidlərimizə rəhmət eləsin. Bizim bu kəndimizdən olan şəhidlərin timsalında bütün Azərbaycan şəhidlərinə rəhmət eləsin. Kamal bəy. Allah'tan şəhidlərimizə rəhmət eləyirəm. Ruhları şad olsun. Həmişə bayrağımız ucadır. Xaqani bəy. Allah təm şəhidlərimizə rəhmət eləsin. Arz edək ki, hər bir vaxt bizim bu Türk bayrağını, Azərbaycan bayrağı ucada dalğalansın. Oruç bəy. Allah şəhidlərimizə rəhmət eləsin, bayramımız mübarək olsun. Allah bütün Dilavər bəy. şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, bayrağımız bir daha mübarək olsun. Bayraqlarımız həmişə ucada olsun. Elşən bəy. Bayram mübarəzi təbrik edirəm. Çox sağ olun. Bir daha Tatar Qaraqoyunlu Qiyaslı İcması adından bütün xalqımızı bayramlar münasibətilə təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə şəfa, vətən müharibəsi iştirakçılarına sağlıq və uğurlar arzulayırıq. Bir daha bayramlarımız mübarək olsun. Tatar Qaraqoyunlu Qiyaslı İcması 9 noyabr 2025-ci il.